Yüzlərlə məktəbimizdə istilik problemi var və qanunvericiliyə görə hətta bizim Dağlıq Dağətəyi rayonlarımızda demək ki, hal-hazırda soyuqdan oturmaq olmur siniflərdə. Bu problemlər bir yana. 100-dən artıq məktəb bağlanır. Bu məktəblərin statusu, orada oxuyan bir neçə min şagirdin taleyi bəlli deyil. Oturub təzədən bağlanan məktəbə şagirdləri yığırlar. Gəlin sizə onlayn dərs keçirik. Əgər onlayn dərs keçəcəkdirsə, məktəbi niyə bağlamısınız? Yüzlərlə məktəblərimizdə müəllim yeri vakantdır. Ölkənin hər 5 məktəbin birində direktor vəzifəsi vakantdır. 4300-dən artıq məktəbimiz var, 850-dən artıq məktəb vakantdır. Ölkənin hər 3-4 məktəbindən direktor müavini vəzifəsi, halbuki məktəbi aparan şəxs bunlardır, vakantdır. Ölkə təhsili elə bərbad vəziyyətdədir və bu bərbadlığı gizlətmək üçün bir oyun atılıb ortaya. Bəli, çox yaxşı fikirdir. Bütün dünya sistemində, beynəlxalq sistemdə müəllim ştatda olmalıdır. Bu çox doğru addımdır, buna keçməliyik. Amma əgər bugün keçmiriksə bunu, 2 ildən sonra keçəcəyik. Biz reallıqla yaşayan bir xalqıq. Sabah nə olacaq özümüz də bilmirik. Allah hər şey xeyirlisindən qismət eləsin.